Dedim, təmizkar xanım hansıdır? Bir dənə də deyir, evində toz yoxdur. Bu təmizkar xanımdır. Amma Pinti xanım deyir ki, iki dənə toz orada olanda nə olacaq indi? O birinə də hələ ağıl verir, görmüşəm mən. Deyir, çox özü öldürmə, indi biraz o küncdə toz qalsın da nə olacaq? Biz bəzən elə yanaşırıq özümüzə də. Deyir, nədə indi bu eybi var ki, ya inkar edirik eyblərimizi, ya da eyblərimizi kiçik bilirik. İkisi də təhlükəlidir. Dişin arasında bir dənə görsən yemək qalğı qalır, bir müddət sonra pis qoxu verər o. Hətta onu udmaq da deyirlər ziyanlıdır. Mən eşitmişəm keçmiş müştəhidlərin bəzi deyəsən deyib haramdır onu udmaq. Kiçik də olsa, amma qalır bütün qoxu verir, xarab eləyir adamı. Kiçiyə deyəsən nədir bu? O iylənəcək içində. Mütləq iylənəcək və bütün vücudu bürüyəcək.